Növbəti baxırıq funksiyanın sual tiplərinə. Funksiyada birinci misal tipimiz. Xətti funksiyaya aiddir. Uşaqların həmişə soruşduğu, həmişə çaşdığı tip. -5, 5. Funksiyamız y bərabərdir. K üstəcə b-dir. Bizdən k-nın b-nin cəmini istəyir. Yadınızda saxlayırsınız. Y oxunu kəsdiyi nöqtə sizdə olur b. Yəni b bərabərdir 5-ə. Amma nəzərinizə çatdırım ki, bu y oxunu kəsdiyi nöqtə xətti funksiyada b-yə bərabərdir. Funksiyamız kvadratik funksiya olarsa, y oxunu kəsdiyi nöqtə, yəni sərbəst hədd c olur. Burada sərbəst həddimiz b olduğu üçün 5 götürürük sərbəst həddimizi y oxunu kəsdiyi nöqtəni. Yəni xülasə yadınızda saxlayırsınız ki, y oxunu kəsdiyi nöqtə sizdə olur sərbəst hədd. İndi b-ni konkret olaraq 5 tapdıq. K-nı necə tapırsınız? X oxunu kəsdiyi nöqtə, x-i neçədir sizdə? -1. X oxunu kəsdiyi nöqtədə y bərabər olur sizdə 0-a. Ümumiyyətlə, x oxunu kəsdiyi nöqtəni tapanda y 0 götürülür. Y oxunu kəsdiyi nöqtəni tapanda x 0 götürülür. İndi bizdə keçir -5 0 nöqtəsindən. Funksiyamda k üstəcəl b-dir. Nə edirəm? X-in yerinə -5 qoyuram. B-ni 5 tapmışam. Qoyuram yerinə. Bərabərləm 0-a. -5k bərabərdir -5-ə. K-nı da tapıram 1. Bizdən k ilə b-nin cəmini istəyirdi. 1 ilə də 5-i toplayırsanız cavabınız olacaq 6. İkinci misal. Deməli belə, şərtdə bizə deyir ki, şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və jx funksiyalarının qrafikləri verilmişdir. Neçə dəqiqə sonra 2 şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olur. Diqqətlə baxırsınız, vaxt aşağıda verilib, səhifə sayı yuxarıda verilib. Birinci şagird 20 dəqiqəyə 18 səhifə oxuyur. Tapıram ki, 1 dəqiqəyə neçə səhifə oxuyar? Yazıram x. Olacaq 20x bərabərdir 18-ə. X alıram 20-də 18. Bu 1 dəqiqəyə oxuduğu hissədir. Bunu tapdıq. Daha sonra deməli, vaxt olaraq verilib 30 dəqiqə, səhifə olaraq verilib 15 səhifə. Yazıram 30 dəqiqəyə qarşı 15 səhifə. Yazıram 1 dəqiqəyə x səhifə. X demək buna da bir y deyil. Olacaq 30y bərabərdir 15-ə. Y-i də aldım 2-də 1. Bu da jx funksiyasının 1 dəqiqə oxuduğu səhifə sayıdır. İndi baxıram ki, bunlar birlikdə nə qədər oxuyarlar? 20-də 18 ilə 2-də 1-i toplayıram. Bilmirəm axı nə qədər oxuyarlar. Ona görə vururuq bir dənə t-yə. Bərabər olmalıdır 210 səhifəyə. İndi 20-də 18 ilə 2-də 1-ə bu ixtisar aparsaz 10-da 9-dur. Ortaq məxrəcim 10-dur. Bunu vuruq 5-ə. 9 ilə 5-i toplayıram 14. Bərabərdir 210. T'ni tapanda 210-u 10-da 14-ə bölürəm. Yəni 14-də 10-a vururam. 7-yə ixtisar aparsam, bura qalacaq 30, bura qalacaq 2. Bununla da bunu aparıram 5. 30-da 5-ə vuranda cavab olacaq 150 dəqiqə. Əsl ətraflılıq sualdır. Deməli belə, bizdən istəyir A üstəcəl, B üstəcəl, C cəmini. Diqqətlə baxırsınız bura. Bax, bu kvadratik funksiyadır. Kvadratik funksiyada y oxunu kəsdiyi nöqtə olur sizdə C. Yəni, C'si olacaq bizdə -3. X oxunu kəsdiyi nöqtələr, bunun kökləri olur. Yəni, x1 bərabərdir -1-ə, x2 bərabərdir 3-ə. İndi buna V7 tətbiq edə bilmək üçün birinci bunun hər tərəfini bölməliyəm A'ya.
Bunu viyyətlə də gedə bilərsiniz, düsturu ilə də. Düsturu ilə əslində bəlkə də daha rahatdır. Düsturu A vurulsun, x çıx x1, x çıx x2-dir. X oxunun kəsdiyi nöqtələr verəndə. İndi burada x1 ilə x2-nin yerinə qoysaz, olacaq A vurulsun. X çıx -1 olur x üstəgəl 1. Bu da x çıxılsın 3. Düzdürmü? İndi bizdə lazımdır sərbəst həddimiz -3 olsun. Sərbəst həddi tapmaq üçün dəyişənlərin yerinə 0 qoyuruz. X-ə 0 versəz, olacaq A vur 1 vur -3. Bərabərdə -3. Onda A-nı tapdım 1. A-nın yerinə 1 qoysaz, funksiyamız olur. X üstəgəl 1, x çıx 3. Bunu da vurub açanda alırsınız x kvadrat çıx 2x çıx 3. İndi baxırsınız, A-sı 1'dir, B-si -2'dir, C-si də budur, -3. Bizdən bunların cəmini istəyir. 1 üstəgəl -2 üstəgəlsin -3. -5 üstəgəlsin 1, cavabı alacağım -4. Sonra baxacağıq 4-cü tipə. 4-cü tipimiz. Şərtdə deyir ki, y bərabərdir x kvadrat üstəgəlsin x üstəgəl c. 3, 15 nöqtəsindən keçirsən. Keçsin nöqtə x, y olur bizdə. X-in yerinə 3 qoyuruq. 9 üstəgəlsin 3 üstəgəlsin c. Bərabərdə 15-ə. Olacaq 12 üstəgəl c. Bərabərdə 15-ə. C-ni alırıq 3. Və funksiya budur. X kvadrat üstəgəl x üstəgəlsin 3. Təpə nöqtənin koordinatlarını istəyir. Təpə nöqtə bizdə m ilə tapılır. M bərabər olur. -b bölünsün 2a-ya. B-si 1'dir. -1, A-sı da 1'dir. -1 bölünsün 2. N bərabər olur. 4a-sı çıxılsın. B kvadrat bölünsün 4a-ya. 4 vur 1 vur 3. 12 çıxılsın. B kvadrat yəni 1 bölünsün 4 vur 1 yəni 1. 4'də 11. Bu da oldu təpə nöqtənin koordinatları. Təpə nöqtə m-dir. X oxundakı m olur, y oxundakı n olur. M oldu -2'də 1, n də oldu 4'də 11. 5-ci tip. Bu funksiyanın təyin oblastını istəyir. Yadınızda saxlayın. Təyin oblastları bir şeydir ki, məsələn, qiymətlər oblastı haqqında konkret bir şey deyə bilirsən. Təpə nöqtə haqqında konkret bir şey deyə bilirsən. Təyin oblastı isə hər funksiyanın özünə məxsus olur. Necə? Məsələn, kök görürsənsə, kökün altı müsbət olmalıdır. Məxrəc görürsənsə, məxrəc sıfırdan fərqli olmalıdır. Yəni, hər funksiyanın özünə özəl təyin oblastı olur. Məndə indi həm kök var, həm məxrəc var. Nə edirəm? Kökün altını götürürəm. Böyüdür bərabərdə sıfırdan. Alıram. X böyüdür bərabərdir -2-dən. Məxrəc isə sıfırdan fərqli olmalıdır. Ayrı-ayrı sıfıra bərabərlərsəz x sıfırdan fərqlidir. Burada da x 3-dən fərqlidir. Yəni siz -2-dən böyük, amma sıfırla 3-ü götürə bilməzsiniz. Bunu necə qeyd edirlər? -2-ni yumrulardan 0-3-ü götürə bilmərəm. -2 0 aralığı birləşmə 0-dan 3 və birləşmə 3-dən müsbət sonsuz var. Yəni siz -2-dən böyük, -2-dən 0-a qədər götürə bilərsiniz. 0-dan 3-ə qədər götürə bilərsiniz, bir də 3-dən böyük götürə bilərsiniz. 0, 3 götürülə bilməz. Ona görə də həmin rəqəmləri aralıqdan çıxardırsınız. Və 5-ci dediyi 6-cı sual. Funksiyaların kəsişmə nöqtəsini istəyir. Funksiyaların kəsişmə nöqtəsini tapanda bir-birinə bərabər götürürsünüz. Yığırsınız bir tərəfə. X kvadrat çıx 4x çıx 2x üstəgəl 9 bərabərdir 0. O zaman x kvadrat çıxılsın 6x üstəgəl 9 bərabərdir 0. Bu da x çıx 3-ün kvadratıdır. X çıx 3 0, x alıram 3.
İndi x-i 3 tapdım. Bu kəsişmə nöqtəsinin birinci koordinatıdır. Ya birincidə, ya ikincidə yerini qoyub y2 tapırsınız. Məsələn, birincidə qoyuram. 3-ün kvadratı 9 çıxı 12. Aldım -3. Nöqtə belə yazılır. X, y kimi. 3, -3. Oldu bizdə kəsişmə nöqtəsinin koordinatları.